Keçən söhbətlərdə dedik ki, peyğəmbərlərin və imamlarımızın əsas işi bizi hidayət eləməkdir. Bu yolda çox zəhmətlərlə qarşılaşırlar, çox zəhmətlərə qatlaşırlar və peyğəmbərlərin, imamların ən böyük sevinci bizim hidayətimizdir. Hədisdə də var ki, əla ən yehdiyallah bikə rəculən xeyrun ləkə mimmə tələət aleyhişşəms. Buyurur ki, əgər bir adam sənin əlindən düz yola gəlsə, sənin üçün dünya və onun içindəkilərindən üstündür. Günəşin saçdığı hər şeydən üstündür. Bu təbliğatda, dəvətdə peyğəmbərlər və imamlar müxtəlif üslublardan istifadə edirlər. Keçən dəfə bəzilərini dedi, bunlardan biri də insan şəxsiyyətinə hörmətdir. Peyğəmbərlər, imamlar insana dəyər verməklə, şəxsiyyətinə hörmət göstərməklə onu hidayət edirlər, düz yola istiqamətləndirirlər. İnsan belə yaranıb ki, xoşlayır ki, ona dəyər verilsin və bu insanın haqqıdır. Bu fitri istəkdir. Heç kim təhqir olunmaq istəmir. Dinimiz də çox təkid edib insan şəxsiyyəti məsələsinə. Şəxsiyyətinizi qoruyun deyib. Hətta biz özümüzün də təhqir olunmağımıza razı olmamalıyıq, nəinki kimisə təhqir eləyək. İxtiyarımız yoxdur təhqir olunmağımıza razı olaq. Hədisdə var, neçə nəfər özünü qınasın, ona hörmətsizlik olsa. Bir o adamdır ki, dəvət olunmadığı yerə gedir, ona hörmətsizlik olsa özünü qınasın. Bir odur ki, başqasından söz soruşurlar, bu cavab verir. O deyirlər ki, səndən soruşmadım. Ondan özünü qınasın. Yəni, bu əməlləri eləməyin ki, hörmətsizliklə nəticələnlər. Biri də var, bilmədiyinə cavab vermək istəyir. Bilmir, danışır. Sual, bilmədiyi şeydən danışır. Cəmaət deyir, axı, sən bilmirsən. Deyirəm, bilmirəm. Bu şeyləri deyir eləməkdən çəkinin, çünki sizi hörmətsiz eləyir. Şəxsiyyətiniz möhtərəmdir. Şəxsiyyətinizin təhqir olunmasına imkan verməyin. Bütün əməllərin sərhəddi budur ki, insan zəlilliyinə imkan verməsin. Zəlil olmasının qarşısını alsın. Müfəzzəl gəlir İmam Sadiq əleyhissalamın yanına, bir ehtiyacı olur. İmam onun ehtiyacını ödəyir, ondan sonra deyir, üzüyün suyunu hər adamın yanında tökmə. Ehtiyacın üçün hər naəhl adama müraciət eləmə. Şəxsiyyətin möhtərəmdir, təhqir olunmasına imkan vermə. Hədislərdə var, xəstə gördü, zillənib baxmayın. La tənzuru ilə əhlil bəla. Birinin əli şikəsti dayanıb baxma ona. Onu təhqir eləmiş olursan. Birinin bədənində, cismində bir qüsuru var, nöqsanı var, ona baxma. O qədər mühümdür ki, hətta baxışla da onu təhqir eləyərsən, özündə bir həqarət hiss eləyər. Çox dəyər verir dinimiz insan şəxsiyyətinə. Din bilirsiniz bizə niyə dünyanı rəva bilmir? Çünki biz şəxsiyyət tanıyır din. Deyir, dünya çox aşağıdır. Hədisdə var ki, mən kərumət aleyhi nəfsuhu, hanət aleyhi dünya. Kim özünü əziz bilsə, dünya onun gözündə həqir olar, kiçik olar, dəyərsiz olar. Bütün hökmlərində insan şəxsiyyətinə istinad edir. Deyir, insan günah eləməz, özünə şəxsiyyət versə, yalan danışmaz, qeybət eləməz. Dini olsa demir, deyir, şəxsiyyəti olsa. Şəxsiyyəti olsa dini də olar. Şəxsiyyətinə fikir ver, deyir. Ona görə də bizim dinimizdə var ki, şəxsiyyətsiz adam gördün, ondan qorx. Ondan ziyan gələcək. Şərrindən amanda deyilsən. Fələ tə'mən şərrəhu. Ən qorxulu adamlar şəxsiyyətsiz adamlardır. Düşmən də olanda biri mərd ola, şücaətli ola. Amma namərd adamdan, şəxsiyyətsiz adamdan əlindən hər iş gələr. Ona görə deyir, o adamlardan ehtiyatlı olun. Uzaq olun elə insanlardan. İslamdan öncə də kim şəxsiyyətinə fikir verirdi, dinə gəlirdi, dəyişirdi, şəxsiyyətini daha da artırırdı. Cəfər ibn Əbu Talib, Cəfər Təyyar adı ilə məşhur. Peyğəmbər onu nə qədər sevirdi? Allah ona 2 qanat verəcək. Cənnətdə istədiyi yerə pərvaz etmək üçün. Yəqin ki, bu məcazi mənada deyil. Yəni, o qədər feyz əldə eləyəcək cənnətdə. Onun 2 nəvəsi də Kərbəlada şəhid olub.
xanım Zeynəbin oğlanları onun nəvəsi idi. Abdullah ibn Cəfər onun oğlu idi. O da Həzrət Əlinin qardaşı idi. Cəfər ibn Əbu Talib. O deyir, gəlir İslam Peyğəmbərinə deyir ki, mən İslamiyyətdən qabaq, hələ İslam nazil olmamışdı, neçə şeyə həmişə əməl eləmişdim. Mən heç vaxt yalan danışmazdım. Mən heç vaxt şərab içməmişdim. Çünki şərab təhqir edir insan şəxsiyyətini. Ağlı zəiflədir ona görə. Mən heç vaxt zina eləməmişdim. Çünki qeyrətli kişi zina eləməz. Mən heç vaxt bütə səcdə eləməmişdim. Çünki özümə sığışdırmırdım ki, daş heykəlin qabağında əyilim. Və mən heç vaxt qumar oynamamışdım. Çünki qumar şəxsiyyəti aradan aparır. Səni rəzil eləyir. Onun bunun qarşısında başı aşağı eləyir. Din gəlir sadəcə təsdiq eləmək üçün. Bunun hamısı şəxsiyyətli adamlar başa düşür. Dinin bütün hökmlərini şəxsiyyətli adama denən deyir, elə bunun içərdən mənə öz vicdanım da deyir ki, bunu eləmə. Din gəlir sadəcə onu təsdiq eləyir. Və bizim peyğəmbərlərimiz, İslam peyğəmbəri və əhl-i-beyt insanlara çox dəyər verərək onları haqq yola dəvət edib. Qarşısındakı hər bir insana şəxsiyyət kimi baxıb. Kimlərsə bundan sui-istifadə edibsə, dəyərli insanlar bu vasitə ilə hidayət olur. Bir xristiyanla yol gedir əleyhissalam. Yol gedirlər. Birdən yolda həm söhbət olur, adam biri ilə yol gedəndə danışırlar, tanış olurlar. Bu bilmir Həzrət Əli xəlifədir, müsəlmanların xəlifəsidir. Tanımır, xristiyandır, qərib adamdır. Deyir, hara gedirsən? Əleyhissalam deyir, mən Kufəyə gedirəm. O da deyir, mən məsələn yadımdan çıxır filan şəhərə. Yol ayrıcına çatırlar, yol ayrıcında ki, indi yollara ayrılmalıdır. Bu görür ki, əleyhissalam bununla gəlir. Bunun yolu ilə gəlir. Deyir, bəs siz Kufəyə gedəcəydiniz. Deyir ki, mənim dinim mənə öyrədir ki, biri ilə yol yoldaş olunsa, ona ehtiram əlaməti olaraq onu bir neçə qədəm müşayiət elə, onu yola sal. Bunu bizə Peyğəmbərimiz öyrədir. Peyğəmbərimizin özü də belə idi. Peyğəmbər hamıya niyə ilk salam verirdi? Dəyər verirdi adam. Əlindən tuturdu, görüşürdün. Əli çəkməsən o çəkmirdi ki, sənə həqarət olmasın. Altında qoyduğu döşəyəcəni biri gələndə durub ona təqdim edirdi. Əli ibn Hatəm belə iman gətirdi. Deyir, gördüm heç nə, danışmağına ehtiyac yoxdur. Elə mənə dəyər verdi, gördüm bu böyük adamların əxlaqıdır. Bu xristiyana deyir ki, bizim dinimiz bunu deyir, bizim Peyğəmbərimiz. Deyir, nə gözəl, mən gedirəm səndən Kufəyə. Həmsəfər olum səninlə, gedim Kufəyə, dininlə məni tanış elə. Gəlir, orada görür ki, bu xəlifədir, müsəlmanların rəhbəridir. Orada iman gətirir. Nə ona Allahdan danışır, nə Peyğəmbərdən danışır. Bizim kimi saatla danışıb cəmaatın zəhləsini tökək eləmir. Bir dənə ehtiram göstərir, hörmət göstərir. O da ehtiram nəticəsində düz yola düşür. İnsan xoşlayır ona hörmət olunsun. Hörməti də şəxsiyyətli adam görəndə insana tərəf cəzb olunur. Peyğəmbərlər hamısı bu üslubdan istifadə edir. Və biz də gərək istifadə edək. La tuhaqqirannə əhədən, hədis bizə deyir. Heç bir kəsi təhqir eləmə. Kim olur olsun təhqirə yol vermə. Heç kəsi. Qarşında olan hər bir insana hörmət elə. Övladlarımızı tərbiyə eləyəndə, mən ata-analara xüsusi bunu tapşırmaq istəyirəm. Hədisdə var ki, əkrimu əvladakum. Tərbiyənin ən başlıca konsepsiyasıdır. Övladlarınıza dəyər və şəxsiyyət verin. Elə sözlər deməyin tərbiyə adı ilə ki, heç onları mən dilimə gətirmək istəmirəm. Valideynlər uşaqlarına hərdən deyir. Təhqirə yol verməyin. Fərq qoymayın uşaqlar arasında. Fərq qoymayın ki, təhqir olunar. Təhqir olunur. Həqarət hiss edir özündə. Şəxsiyyət ver. Tərbiyə ilə cəza da verəndə şəxsiyyətinə toxunmadan cəza ver. Təhqir eləmə. Bəzi sözlər dilləri uşaqlara. Eləməyin bu şeyləri qətiyyən. Şəxsiyyətini sındırsaz ondan heç nə çıxmaz sonra. Qoy şəxsiyyətini qorusun. Əleyhissalamın İmam Həsənə məktubuna baxın, 31-ci məktubdur Nəhsül Bəlağada. Görün necə danışır. Ya bu nəyyə? Ey oğlum, övladım. Ən şirin müraciətdir ərəb dilində. Quran bunu öyrədir. İzqalə Luqman li ibnihi və huvə ya'izuhu ya bu nəyyə? Deyir, o Luqman öz oğluna dedi, onu moizə edərkən, nəsihət edərkən dedi, ey oğlum, yəni canım oğlum, necə deyim, çox mehriban bir tərzdə müraciətdir bu. Ata-analar övladlarına nəsihət eləyə bilər, amma təhqir eləmək olmaz. İmam Səccad, İmam Baqiri nəsihət eləyir. Neçə adamla dost olma, yalancı ilə dost olma. Xəsis adamla,
Xəsis adamla dost olma. Fasiq adamla aşkarda günah eləyir, onunla dost olma. Qohumları ilə əlaqələri kəsənlə adam var, küsməyə bəhanə axtarır. Toya dəvət edirsən, dəvətnamə göndərsən, deyim, mən yaxın adama mənə dəvətnamə göndərib. Göndərmirsən, deyim, məni saymadı. Belə elirsən, belə deyir. Elə elirsən, elə deyir. Deyir ki, mən küsmək istəyirəm. Dava axtarıram. Belə adamlar var. Belə adamlarla oturub durma, hər hərəkətində bir eyb tapacaq, gündə 100 dəfə küsəcək səndən. Bununla bir dəfəmdə dostluq eləmə. Övlad tərbiyəsində, qadın-kişi münasibətində kişilər qadınları təhqir eləməsin. Mən çox eşidirəm ki, ailə əxlaqı bərbad vəziyyətdədir. Gəlir, namaz qılır, sinəsinə döyür, gedir, elə sözlər danışır ailəsində, elə kobud rəftar eləyir, kobud davranır. Yol verilməz bir şeydir. Qadının şəxsiyyəti qorunmalıdır, kişinin şəxsiyyəti qorunmalıdır. İki şəxsiyyət olaraq bir-biri ilə davranmalıdırlar. Bu uşağa da təsir qoyur. Şəxsiyyət müqəddəsdir. Kərbəlada görün necə nümunələr görür. İmam Hüseyn xanımları ilə necə davranırdı. Əli Əkbər elə belə meydana gəlmədi. Əbəlfəz ağa elə ata-ananın əxlaqı təsir göstərir. Xanım Zeynəblə İmam Hüseynin münasibətinə baxın. Mən də çox danışmıram. Hətta ateistlərlə gəldi bir İmam Sadiqə dedi ki, sən də özü imam sayırsan, sən imamlığa ehtiyacımız yoxdur. İmam səbirlə danışdı. 4 tələbəsinə dedi ki, ged onunla danış. Onlar da həyəcanlandılar mübahisə, onu fikrindən döndürəmədilər. At səsi gəldi. İmam baxdı, dedi ki, və Rabbil Kəbəti Hişam. And olsun Kəbənin Rəbbinə gələn Hişamdır. Hişama dedi ki, otur onunla danış. O qədər ədəbsiz bir adama elə hörmətlə danışdı Hişam, onun fikrini dəyişdi. Fikrini düzəltdi. Bir nəfər, indiki dillə desək, ateistlərdən biri gəlir müfəzzəllə İmam Sadiqin tələbəsi ilə bəhs eləyir. Bəhsin qızğın yerində təhqir eləyir Allahı. Təhqir eləyəndə müfəzzəl də durur bununla sərt danışmağa. Deyir, sən İmam Sadiqin tələbəsən, deyir, hə. Deyir, mən həmin sözləri İmam Sadiqin huzurunda dedim, amma necə səbirlə danışdı məndən və mən heyran qaldım onun əxlaqına. Düzdür, bəzən ictimai baxım, cəmiyyət içində biri müqəddəsatı təhqir eləyir, Peyğəmbər cəza verirdi. Bu başqa, amma birdən bəhsdə biri əsəbləşdi, hətta bu yerdə yəni, deyir ki, sən ona ehtiram göstər, dəlil sübutla danış, onun qəlbi sənə tərəf meyillənər. İmam Hüseyndən bir misal deyim və müsibətə işarə eləyib sözümü tamamlayıram. Yezid ibn Sübeyd Bəsrəvi, Bəsrədəndir. Yeziddir adı, amma bu hər Yezid adda olan adamlar o vaxt pis deyildi. İndi də Yezid adını elə o insanlar qoyur. O vaxtı Yezid ərəblərdə bir adı idi. Yezid ibn Sübeyd Bəsrəvi, Bəsrədən gəlmişdi. Dedi ki, mən Bəsrədən az adam qoşuldu İmam Hüseynə. Dedi ki, məni İmam Hüseynə gedirəm, dəstək vereyim, övladlarını yığdı. Kim gedir məndən? İkisi çıxdı ki, mən gedirəm. Bir dənə də qulamı qoşuldu. Bir də ki, 3 nəfər Bəsrədən qoşuldu, gəldi. Gəldi İmam Hüseynə qoşuldu. İmam Hüseyn Məkkədə idi. 7 nəfər bunlar gəlirlər. İmam Hüseyn eşidir ki, bu gəlib. Bu gedir İmam Hüseynin çadırına tərəf Məkkədə. Gəlir, görür ki, İmam Hüseyn yoxdur. Deyirlər, bəs imam haradadır? Deyir, eşitdi, sən gəlmirsən, getdi səni qarşılamağa. Qayıdır, görür, İmam Hüseyn onun çadırının qabağında dayanıb gözləyir. Onu bağrına basır, ona ehtiram göstərir. O da qoşulur. Həmin o adamdır ki, İmam Zaman ağanın nahiyə ziyarəti var. Nahiyə ziyarətində deyir, Əssəlamu alə Yezid ibn Sübeyd və bnəy. Allahın salamı olsun deyir Yezid ibn Sübeyd və onun 2 oğluna. Görün, hara gedib çatıblar? Çünki imamları onlara dəyər verirdi, şəxsiyyət verirdi. Aşura günü deyirdi, ey kəramətli kişilər, ey kəramətli kişilərin övladları, döyüşə gedin. Döyüşə belə təşviq eləyirdi. Kəramətə istinad eləyir, böyüklüyə, yəni kəramət, yəni böyüklük, üstünlük, şəxsiyyət, ona istinad eləyirdi. Bir-biriniyə başlarının üstünə gəlirdi, dəyər verirdi. Həbibə bir dənə məktub yazmışdı ki, fəqih, fəzilətli bir kişiyə Hüseyn ibn Əlidən ayrıca bir məktub yazmışdı. Aşura gecəsində niyə görə deyirdi ki, gedin. Gedin, ona görədir ki, onlara dəyər verirdi. Onlara şəxsiyyət verirdi, seçim verirdi. Deyir, gedmək istəyirsinizsə gedin. Bu əslində onlara verilən qiymət idi. Əmr eləmirdi ki, nəyin bahasına olursa olsun, burada mənim yanımda qalın. Bu İmam Hüseynin də üslubu idi, vaxt çox almamaq üçün başqa misalları demirəm.